Hikmet. Gel, hoş geldin. Hoş geldin. Ya bağışlı kaydeler, navasırı kadeh. Adresi. Hoş gördük. Hoş geldin Aa, sen. ne böyle? Safa getirmişsən. Yetimin kasımın olduğundan. Hikmet, bu ne böyle? Yetimin kasımın olduğundan. Şey var ama günlük şey temizleyirsen ha. Əminiyim mi? Doğmaqdan başqa bir şey bacarıram da. Bu nedir bunları biraz sıfsan burada? Abda gelmem yok, bir şeyim yok. Bu marağındayım. Uşaqlığından pırlı durmam marağındayım. İlk videoyu tərsəniz. Ne kadar diyor ay Allah özlevi satışta diye vurluklar. Özümün 8-10 günü, krazon günüdür. Oba, keşke. Qozdan yay Bizim yaşayışımız belədir də, sənə qurban. Vallahi o pulla deyir Al ki, saklarına bak hele. o pulla deyir ki, sənin yaşayışın, öz yaşayışı qurmalısın da. Vallahi evdə necə görmürsən, evdəki valideynlərindən belə yaşayırsan da. Vallahi o pulla deyir, Quran onun nə maliyyəti var, 2 manat. Burası onun sənin diqqətinə görə olmalı ki, yanında kimsə lafdan adam gələ bilər. Vallahi onun nə maliyyəti var orada. Vallahi Quran'a sok deyil. Çay koyacağım, sözü çay içersin. Şey tutarıp, Aa, parazon gelirdi başından asacağım onu. sana. Çok yaşaydı ama hele bu radyosuna bak. Ya. Kurban deyil. Həqiqətən çox təmizdir amma elə bir Hikmet mənim otağıma getsən ya it günündədir. Amma sən evin Mənim varlığım bu da. bu sənsən hə? Mənim varlığım bu da. Yəni istədiyin şeyləri burada satışda əldə edə bilərsiniz acama. Duxlarına bax hələ ay Allahımın duxlarına bax. Bu mən əsəblərimi sakitləşdirən gecə. Salıram. Bak orada adiyamda var. Kur'an'a ilgənmə. Mən özüm basmasıyam ha. Allah hamd olsun. Mənim otağım it günündə olur, bu təmizdir. Sigaret bile çəkmirsən hə sən bu evdə? Kur'an hamd olsun. Ürəyi süsüyor ama mən çəkmirəm burada. Allah. Kur'an hamd olsun. Ayıqlığımı neynəsə tutmalıyam da. Bir var Malina. Hocam Malina'dan çıxmışam insan kimi ev şəraitində yaşayıram. Çox qəşəngdir amma maşallah təmiz saxlayır. Maşallah gül olsun. Mən türmədə də belə yaşamışam, sentrdə də belə yaşamışam. Həyatda mən ancaq belə şey üçün yaşayıram. Bundan sonra 1-2 il ömrüm qalıb. Necə ya mənim 53 yaşım var. Mən bugünkü gündə atamın imkanından, elə bir imkanlarım oldu ki, kimlərin yanında olmuşam. Mənim şişman elimdə bu saat hər bir şey olmalıydı. Amma mənim 53 yaşım var, neyim var, budur. Çünki mən... Sənin gözəl ürəyin var. Mən İminlava yaşayan oğlan olmamışam. Neyim olub ortada olub, and ol Allaha. Ona görə gözəl ürəyin var, geniş Onu da mənə Allah verib. Ürəyivə görə Vallahi gözəl Quran haqqı. insanlar sənin qarşına çıxarıbdır, gözəl həyat sürürsən. Nuş olsun. Çox sağ ol. Ana sütü kimi. Vallahi. Və bunu da mən sizə bildirmək istəyirəm ki, 35 ilin narkomanı olan Hikmət bildiyiniz kimi bugünkü gündə videolarda bəziləriniz ürək bulandırıcı sözlər deyirsiniz və bu gördüyünüz bir otaqlı evdə yaşayır. Yəni videolarda izləyirsiniz. Yəni biz bu insan 3 ildir, 35 ildən sonra hər insan işi deyil ki, 3 il təmiz həyat, içkisiz, narkotiksiz və digər pis vərdişlərdən uzaq qalsın. Və bugünkü gündə bu insanı heç bir yer işə götürmür ki, 35 illik səhvə görə, narkotik istifadə elədiyinə görə. Və biz də çalışdığımız qədər dostları olaraq da siz nə deyirsiniz deyin, o insanın arxasında olacağıq, barıq və olacağıq. Sizin kimi dostlara mənim minnətdarlığım var, Hər zaman təşəkkürlərim var. arxandayıq sən. Sağ ol, sağ ol. Allah sizə can sağ ömür versin. Allah sizə dostluqdan əsir eləməsin. 24 saat bu qapı sizin üzünüzü açıqdır. Vallahi billahi nəyim var? Sizə qurbandır hər bir şey. Vallahi mən bugünkü gündə göydə Allah yerdə siz dəstəksiniz. Mən sizə böyük minnətdarlığım, təşəkkürlərim var. Xoş gəlmişsiniz, safa getirmişsiniz. Həmişə bu yerdə, bu ocaqda sizin yeriniz var.